Ramiz Mehdiyev işi ilə bağlı keçmiş deputat da saxlanıldı. Xəbərə keçməmişdən öncə burada müsbət işarəsi görürsünüz, sözlərinə basaraq səhifəni izləməyi unutmayın. Bir zamanlar Ramiz Mehdiyevi sevgi ilə tərifləməkdən doymayan, sayəsində 20'li yaşlarında sürətlə hər istədiyinə, eləcə də deputat kürsüsünə nail olan Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb. O iddia edir ki, saxlanmasına səbəb Ramiz Mehdiyev işi ilə bağlıdır və güya onun Ramiz Mehdiyev ilə heç bir əlaqəsi olmayıb. Hələ bir videoya baxaq. Bu insanın içində sözün həqiqi mənasında köksündə bir həssas bir ürək var. Ramiz mənim çox sərraf adamdır. Yəni insan seçməyi, insanları qiymətləndirməyi çox sərraf dəqiqliyi ilə bacaran insandır və Ramiz müəllimlə yol getməyən insanların bir qalereyasını yaradaq, bu insanlara baxaq və bu insanları təhlil edək. Sonda bu insanların əksəriyyəti görmüşük Azərbaycan dövlətinə xəyanət ediblər. Onlar bəlkə də edəcəkləri məsuliyyətsiz addımların bir çoxunu məhz ona görə etmirlər, məhz ona görə çəkinirlər, bu addımları atmırlar. İndi isə öz statusunda yazıb ki, Ramiz Mehdiyevlə əlaqəsi olanların şərəfsiz insan yoxdur. Əlaqən yox idisə, necə deputat olmuşsan 26-27 yaşında? Niyə onu böyük ehtirasla, minnətdarlıqla həmişə hər yerdə tərifləyirdin? Ramiz Mehdiyevə hər cür fayda vermisən deyə, yoxsa xalqa faydalı olduğun üçün deputat olmuşsan? Gültəkin. Deməli, sizlərdə şərəf də bir yerə qədərmiş. Halda ərik var.